Bilirəm. Cavab almayacağım. Bəlkə də sənlə nə vaxtsa qarşılaşmışam. Yol getmişəm. Görmüşəm səni. Bəlkə də. Amma nə sən məni tanımısan, nə mən səni. İndi mən səni tanıyıram. İndi səni hamı tanıyır. Əziz şəhid, o namərd gülləsinə tuş gəlib yıxıldığın yerdə hansı ucalıq, necə bir nümunə yaratdığının fərqindəsənmi? Qanın axan o torpaqda nə güllər açıb, bilirsənmi? Xocalıda üzlər gülür, bilirsənmi? Üzeyir, Natəvan, Bülbül, Şuşada necə bəxtiyardı, bilirsənmi? Laçında məktəb açılıb, Xan kəndi tələbə şəhəri olub. 30 ildə uçurulmuş o viranə daşlardan Zəngilanda bina hörülüb. Bilirsənmi? Kəlbəcər necə dəyişib, bilirsənmi? Sənin şəklini bütün Azərbaycan başının üstündə tutub, bilirsənmi? Əziz şəhid, məncə sən hamısını öncədən bilmisən. Bu cənnəti təsəvvüründə görmüsən. Ona görə səni heç kim dayandıra bilmədi. Cənnətə doğru getdin. Vətən, canım sənə fəda nidaları ilə. Anana da, atana da, evladına da ən yüksək adı verdin. Şəhid anası, şəhid atası, şəhid evladı. Öyrəlirlər də, darıxırlar da. Ey gözləri sən axtarır amma sancdığın bayraq qədər qürurludur, yüksəkdə də olar. Biz indi sənin ətrini onlardan alırıq. Hər kəlmələri, hər baxışları səndən danışır. Əziz şəhid, azad torpaqlarda bu şanlı bayraq dalğalandıqca ruhun bizimlədir. Müzəffər Ali Baş Komandanın dəmir yumruğu qədər möhkəm, əzəmətlisən. Sən əbədi ömür yaşayırsan. Sən da bir ailənin deyil, qalib, bütöv Azərbaycanın evladısan. Fəxrisən. Bu sənə təşəkkür məktubum idi, əziz şəhid. Ruhun qarşısında baş əyirik. And içirik ki, uğrunda canını fəda etdiyin istiqlalımızın, ərazi bütövlüyümüzün, suverenliyimizin keşiyində əbədi duracağıq, əbədi. Ruhun şad olsun, əziz şəhid. Son nəfəsinlə ucalır bu səda.